Çünkü evdə oturanda dərs oxuya bilmirəm. Ona görə də gedirəm orada dərs oxumağa. Belə hazırlaşmışam. Gedirəm məsələn. Sahilə gedəcəm. İlk dəfə gedirəm. Çünki atam dedi ki, qəşəng yerdir, gəl otur. Mən də əslində 2 ay əvvəl demişdim. Mən də şeytanın bacağını kırdım və bugün gedirəm. Yanımda dərslərim də var, sumkamı görsə də bilməyəcəm deyəcəm. Deyil. Hava qəşəngdir, ona görə də qalın kurtka geyinmişəm. Metrodayım, içəri şıqalanmayacağım. Çıxdım metrodan, sahildəyəm. Gedirəm konumumuza doğru. Yolu dəyişəlim. Burada xarici insanlar dönər yiyirlər. Mən çox maraqlıyım. Bir xarici insan, bir turist öz ölkəsindən bura gələr ki, 1 manat 50 qəpikliyi dönər mi yesin? Oraya girmişdi, yoxsa böcək mi yesin? Ona görə də indi buraya gedir. Şimdi kitabxana sosial mediada araşdırdığıma görə əlavə yeməyə icazə vermirlərmiş. Amma sağladı. Burada şerbetini demezler. Belki de orada çoğalt zattı. Utandım ya suya göre 100 manat kırda atmam. Ona göre başka bir şey de alacağım. Ne yapabilirim ya? Çok kritik ayarlar. Depoyu tutuyorum. Bunu kısalım. Salat var. Yok arkadaşlar. Salat da yemezsen ne orada. Ne oldu açıyor? Olala. Bayağı çok qəribə bir şey yaşandı. Ben bir tane su aldım, bir tane de olala aldım. Ben 100 manat verdim çıxdı qalsın. Biz 100 manat xırdalayıb 100 manat təzədən mənə qaytarır və üstündə xırdalar var. Mən gördüm 100 manatı qaytardım özünə ki, yəni ki, hesab vermişsə. Yəni mən burada çox insaflı bir insanam, çox vicdanlı bir insanam. Ona görə də qaytardım. Ama 100 manat şeye düşəcəkdi. Ziyana. Yetim balası. Neyse də. Qaytardım yəni. Yeni gəlib çatdıq, yol keçəcəm. Orada güzcülər var, şəkil çəkdirlər. Hər dəfə düşəndə bir canım gedir. İndi Bak Center'dan biraz hava alın diye. Çünkü orada o kadar çok insan var idi ki, yani oturmağa çok az yer var ve hiç rahat yerler değil de kalan yerler. İnsanlar çok oturur diye. Ona göre indi orada oturmaktan bezdim ve indi 1 saat var hazırlığıma getməyimə. Ona göre de hava alın. Şimdi şu kodu gözlüyorum. İnternet kodu, siz kodu. Çok teşekkür çünkü tam başım derse karşılaşsam insanlara haksızlık denildi. Ama böyle çekilişe icazə var da yani. Girişte çantaları yokluyorlar. İçinde kitapxanaya ait olmayan kitaplar varsa mühür qoyurlar. Standart içəriklərlə qarşılasın diye. Mesela belə bir şey. Ve normalde yemək olmaz. Normalde yemək olmaz diye bilirəm. Ama ben çantamın içinde olala var idi. Bir tane de su var idi. Sıra. Yani qapı gördüm, heç nə verdim. Muhtemelen sadece böyle büyük yeməklər falan olmaz da. Burada da bir şey var. Ne yapalım? Rahatsızlık vermeyiz. Onu da inceleyeceğim kanatama. Hava çok da şeydi mesela. Mutsuz havalardan bezmiştim aslında. Ona göre de bu havalar çok hoştu. Kutkar götürmüştüm ama değil mi?
Dəmirdaş. Çünki həqiqətən hava çox gözəldir. İnsanların içində kameranı çox yuxarı tuta bilmirəm. Biz Azərbaycanda vlog çəkməyi çox çətindir. Nə bilim, insanlar biraz qəribə baxır. İndi kontaktımı girəcəm. Qorxuram yəni. Sifətimə elə baxdıqlarında. Buradan açılma. Niye çıkmadım? Çıkmadım. Gücden aldım da yani. Yine de ayvalı. Burada böyle oyuncaklar var. Yani ben bu oyuncağa 36 mat vermem. Burada yazıb ki, növbəni əyləmərəyə gözlə. Burada mesela eynək sözünü gördüm ben. Çanta da var bu tarafta. Kontakt da var. Özlərinin sponsorluğu. Oturmalı yer tapdım. 52'ni çağırdı. Ben de 57'yim. Çok geç çağırır. Ödedim. İndi çıxıram. Biraz uzun çəkdi sıranı gözləmək. Biraz oliv edəcəzini görürsən. Satıcılar mesela şeydə durur, başımın üstündə duranı çox azadlaşım. Yəni ben bura girmişəmsə, zaten kömək istəsəm sizə istəyəcəm də. Tamam mı? Mən gəlib şeyləməyim yəni. Kömək lazım bunu deməyim. Mən oğul deyiləm. Deməli hazırlığımın başlamasına 10 dəqiqə qalıb. Mən gəldim Prestijdən 2 dənə rütska aldım. Çünki rütskaları alıram və qutarmırlar. Qutarmadan pis yazmaya başlayırlar. Yəni yazıları kəslə-kəslə yazır da, belə deyim, qırıq-qırıq. Ona görə də yəni bütün qayda dəftərim səliqəsiz olur. Mən belə olmasını istəmirəm. Ona görə hər dəfə gedib təzə rütska alıram. Biraz yaxşı yazır, sonra yenə pis yazır. İndi başqa yerdən aldım. Həmişə aldığım yerdən almadım. Bir umuddur yaşamaq deyil. Bu rütskaların yaxşı olmasını ümid edirəm. Artıq evə gəlmişəm. Burada evdən tapşırdılar ki, kola almalı. Kola aldım. Gedəcəm evə. Tamam. Günlük bu kadar. İzlediğiniz için teşekkür ederim. Şimdi eve gidip tapşırıklarımı yazacağım.